Salam, sabahınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Heydər Əliyev prospektinə yerləşən Kapital Bankın arxasında, yəni həmin Kapital Bankdan bu həyət evinə qədər olan məsafə maksimum 180-200 metrdir. Bir zal, 3 otaqdır. Bax, hal-hazırda siz otaqlardan birini görsünüz. Bu otaqda gördüyünüz kimi 4 ədəd kravat yerləşir. Bunların yerlərini dəyişmək mümkündür. Yorğan döşəkləri var. Baduşqa mən elə gəlir ki, yoxdur. Deməli, pərdələri var, hal-hazırda asılmayıb. Bundan başqa növçülər kimi tanıdığımız əraziyə çox yaxın bir məsafədir. Yəni, keçmiş Əkbər marketinə hal-hazırda Al marketə yaxın bir ərazidir. İndi isə mən sizə ikinci otağı göstərirəm. Bir zal, 3 otaqdır. Stil sistemi, deməli, İransk peşdir. İnternet xətti hal-hazırda yoxdur, ancaq İnternet xəttinin çəkilməsini mən dəqiq söz verirəm. Bura isə zalıdır. Bax, salonda olan əşyalar, deməli, bunlardır. YouTube-la işləyir. Bax, o televizor gördüyünüz hal-hazırda, deməli, mən sizə zalında olan əşyalar göstərirəm. Bura isə 3-cü otaqdır. 3-cü otaqda hal-hazırda, bax, bunlar yerləşir. Yəni, bu xaladilnikdir. Qab üçün, bax, belə bir şkafdır. Bura isə mətbəğidir. Bax, mətbəğidir. Stil sistemi 2 minutkadır. Paltaryan maşını var. İndi deməli mən, bax, bu mini məhləsinə keçirəm. 2 tonluq su bakı var. Yenidən mən sizə məhləsini göstərirəm. Burada isə, bax, stil sistemi 2 minutkadır. Elektronludur. Təzə qoyulub. Ümumiyyətcə, belə deyim də, yəni bu mətbəxdə, eyni zamanda hamamda olan əşyalar hamısı təzə qoyulub. Bax, belə bir zal 3 otağın qiyməti, kirayə haqqım 400 manatdır. Ancaq onu dəqiq deyə bilərəm ki, mən bildiyimə görə, deməli, razılaşma mütləq olmalıdır. Çox yaxınlıqda 5, 34 və deməli, bir də ki, 43 nömrəli orta məktəblər yerləşir. Burası hamamıdır. Bax, hamamı bu cürdür. Yenidən mən sizə hamamı göstərirəm. Burası qapıdan giriş hissəsidir. Yaxınlıqdan bildiyiniz kimi Heydər Əliyev prospektindən bir neçə ədəd marşrutlar işləyir. Ancaq Al marketin qarşısından mən bildiyimə görə 13 və 19 nömrəli marşrutlar işləməlidir. Burası maşın üçün qarajdır. Bax, belə bir həyət evinin kirayə haqqı 400 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yəqin ki, görə bildiniz. Bax, bura qarajıdır. Hal-hazırda yenidən sizə göstərdim. İşıq düşürdü, günəş düşürdü. Bax, belə sizlərə uğurlar.